Bizdə bir cümlə var. Qoy bunu həll edeyim, onu da eləyəcəm. Qoy özümə gəlim, onu da həll eləyərik. Qoy bir damcı nəfəs almağa imkan olsun, eləyərik. Bunların həmişə sonraya qalır və çox vaxt heç reallaşdırılmır. Nəyə görə? Çünki biz həyatımızı planlaşdırarkən həyat baş verəndir. Ona görə də həyatın öz gedişatı var. Necəsə bu gedişata adaptasiya etməyi öyrənənlər və istəklərini həmən o prosesin içində, elə həyat prosesinin içində həll eləyə bilənlərdir ki, onlar artıq həm adaptasiya eləyib, həm də həyat ilə bəlli bir kommunikasiyanı yaxşılaşdırır. Çünki həyat ilə olan münasibət elə hansı bir insanlarla olan münasibət kimidir. Nə qədər çox onu hiss edə bilsək, bərabər nələrsə reallaşdıra bilsək, eyni zamanda bu həm həyatda, həm ünsiyyətdə, insanlarla olan ünsiyyətdə eynidir. Ona görə də sonraya saxlamayın, yaşayın.